Salam əziz şagirdlər, indi isə müraciət bildirən sözlər mövzusunun ev tapşırıqları ilə tanış olaq. Birinci tapşırığımız. Dostunuzla aranızda olan dialoq qurun və durğu işarələrinə diqqət edin. Xatırladaq ki, vergüllə ayrılacaq həmin sözlər və cümlənin əvvəlində olarsa özündən sonra, axırda gələrsə özündən əvvəl, ortada gələrsə hər iki tərəfdən vergül işarəsi ilə ayrılır. Verilmiş mətndə buraxılmış durğu işarələrini əlavə edin. Anacan, qarşıdan Novruz bayramı gəlir. Yumurta boyayaq. Təbii boyalardan istifadə edərik qızım, hələ tezdir. Mən də sənə kömək edərəmmi, anacan? Bax, bu cümlələrdə durğu işarələrinə diqqət edərsiniz. Növbəti tapşırığımız. Müraciət bildirən sözlər cümlədə hansı işarə ilə ayrılır? Baxın, vergül, nöqtə, sual işarəsi, boşa nöqtə, nöqtəli vergül. Doğru cavabı siz qeyd edərsiniz. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.